Əli Ağayev təqdim edir. Dostlar salam, hər vaxtınız xeyir olsun. Bilirsiniz ki, 1969-cu ildən bəri istehsal olunan Dongfeng markaları keyfiyyəti, zəmanəti və eyni zamanda kreativ yanaşmaları ilə hər zaman Çin avtomobillər arasında öndə gedən modellərdən olub. Biz də Dongfeng modellərini kifayət qədər çəkmişik, test eləmişik və bilirsiniz ki, biz Dongfeng Mage və Huge modelləri ilə Qarabağ səfərimiz oldu. Avtomobilləri sözün əsl mənasında test elədik. Avtomobillərin bütün texniki parametrlərini yoxladıq və bu sınaqdan üzü ağ çıxdılar. YPay 007 ilə Lerikə səfərimiz oldu. Bu səfər zamanı biz yenidən avtomobili hər tərəfli test edərək bir daha sübut elədik ki, bu tip avtomobillər nəinki şəhər içi, həm də şəhər ətrafı belə özlərini çox yüksək səviyyədə göstərirlər və avtomobilin özünü aparması, texniki parametrləri, dağlıq zonaları, gedişi heç vaxt problem olmayıb. Amma bugünkü bizim səfərimiz, bugünkü bizim çəkilişimiz tamamilə başqa bir mövzudadır. Düzdür, Dongfeng avtomobilləri ilə səfərimiz olacaq, şəhər daxili bir çəkilişimiz olacaq. Amma bugünkü çəkilişimiz nədən bəhs edəcək və nə barədə danışacağıq, onu birazdan biləcəksiniz. Dostlar, artıq avtomobilin daxilindəyik və çəkilişimizə davam edirik. İstədik çöldə də bir çəkiliş edək gəzərək, amma bilirsiniz ki, Bakı küləklər şəhəridir və artıq böyük külək əsir çöldə çəkiliş etmək mümkün olmadı. Bu səbəbdən artıq qərara gəldik ki, avtomobilin daxilində çəkilişimizi edək. Həmkarımı, yol yoldaşımı yəqin ki tanıyırsınız. Həm sosial şəbəkələrdə həm bizim verilişə qonaq gəlmişdi. Sevinç xanımdır. Dongfeng Azərbaycanın reklam və marketinq şöbəsinin rəhbəri. Sevinç xanım, xoş gördük. Çox sağ olun, xoş gəldin. Necəsiz? Yaxşı, siz yaxşı olasınız. Mən də yaxşıyam, normalıq. Özümüzü də rahat hiss edirik. Avtomobil bizə doğmadır. Nəyə görə? Çünki bizim avtomobillə kifayət qədər çəkilişlərimiz olub. Qarabağa getmişik. Demək olar ki, Qarabağı qarış-qarış gəlmişdik bu avtomobilimizlə. Və testlərimizdən də ideal vəziyyətdə çıxıb. Amma bugünkü çəkilişimizi sırf avtomobillərə aid eləmək istəmirəm. İstəyirəm sizli bizli bir söhbət eləyək. Xanımlar sükan arxasında özlərini necə hiss eləyirlər, xanımların yaraşmaları, stereotipləri, hansı fikirlər onlara ziddir. Yəni bu tipli bir söhbətimiz olsun. Çünki bilirsiniz ki, son dönəmlər qadınların biraz avtomobilin texniki göstəriciləri barədə fikirləri, onların öhdəsindən gəlməsi geniş vüsət alınıb və çoxları da belə fikirləşir ki, avtomobili qadın tam doğru idarə edə bilmir, onun öhdəsindən gələ bilmir. Həqiqətənmi belədirmi? Əslində belədir. Biz o xanımlar yolda bəylər tərəfindən sıxışdırılmalar və s. və yaxud da avtomobili idarə edəndə sən xanımsan, avtomobili idarə edə bilmirsən bir yanaşması var. Əslində elə deyil. Xanımlar çox səliqəli avtomobili idarə edirlər. Yəni mən özüm 4 ildən artıq çoxdur sükan arxasındayım. Yəni olduğu müddətdə heç bir zaman avtomobili vurmamışdım. Məni vurmuşlar, mən vurmamışdım. Hətta vuran da bəy olmuşdu. Yəni ona görə biz xanımlar daha səliqəli və daha belə deyim incə yanaşırıq avtomobilə və daha çox avtomobilin içinə qədər səliqəsiz olsa, amma çöl tərəfdən həmişə səliqəli çalışırıq ki, idarə edək ki, yəni vurmayaq da avtomobili. Niyə də buna zərər vuraq? Çünki göz yaşayamız kimi onu sevimli bir əşyamızdır. Amma yəni belə deyim, texniki tərəfinə gələndə və yaxud da servis tərəfinə gələndə, yəni xanımların o tərəfdən də biraz da sıxışdırılma tərəflər olur ki, sən xanımsan, servisə gedə bilməzsən, sən xanımsan, avtoyumaya özünü avtomobilə apara bilməzsən. Yəni daha çox bu tərəfdən bizə yönəlir. Yəni xanım olsaq belə bütün işləri görürüksə, demək öz avtomobilimizi də özümüz idarə edib də servisə də apara bilirik, avtoyumaya da apara bilirik. Yəni o fikirlərdən biraz kənar çıxmaq daha önəmlidir ki, nəinki xanımsan, incəsən və yaxud da xanımsan, gedərsən, sənə söz atarlar, söz edərlər. Yəni bu stereotipləri qırmaqla, yəni xanım olaraq hər bir şey edə biliriksə, bunu da edə bilmək bir qabiliyyətimiz var təbii ki. Təbii, əlbəttə. Mənə maraqlıdır. Normalda bugünkü gündə Azərbaycan qadınının həyatında avtomobil nə dərəcədə böyük bir rol oynayır? Hal-hazırda çox böyük rol oynayır. Çünki evlad, maşın, yəni dərs apar, dərsdən gətir, işə ged, yəni qeyd edim ki, metro, ictimai nəqliyyat,
çox sıx olur, yəni tıxaclardır, işə tez çatmaqdır. Adi mən özüm belə deyim, şəhərdən kənarda qalıram. O qədər 10 manatlıq taksilərlə gedib gəlmişdim ki, bütün yolları əzbərinə bilirdim ki, hardan necə getməliyim, necə eləməliyim. Avtomobil alandan sonra da valideynlərim, papam belə yanımda oturan. Sən bu yolları hardan tanıyırsan? Dedim, o qədər manatlıq o taksilərə mindim ki, mən o yolları oradan əzbərlədim. Yəni, o çox önəmlidir. Öz avtomobilin olanda da çox rahat olursan. Tıxacda da qalanda öz avtomobilinlə qalmış olursan. Yolda da qalanda da öz avtomobilində qalırsan deyə. Yəni, bir növ o ayağımızı yerdən almaq məsələsinə görə çox yaxşıdır. Əslində çoxları elə fikirləşir. Tıxacda qalarkən, yəni avtobusda, ictimai nəqliyyatda ayaq üstə qalmaqdansa, öz avtomobilində oturub rahat gedərəm. İkinci vəziyyət avtomobilin ümumiyyətlə rahatçılığından gedir ki, şəxsi avtomobil həmişə rahat olub. Bu həmişə belədir və düzdür, əksər indiki nəslin valideynlərinin əksəriyyətində avtomobil olmadığından, bu da bilirdiniz ki, Sovet dönəmində avtomobili növbə ilə alırsan, növbəyə dayanmaq lazım idi. Amma bugün bizdə bir qədər fərqlidir. Avtomobil artıq əl çatandır. Elə götürək bizim Dongfeng avtomobillərini. Şərtlər etibarlı avtomobillərin qiyməti əl çatan və bir avtomobil arzusunda ola bilən hər bir şəxs əldə edə bilər. Avtomobillərin keyfiyyətinə söz yox və belə deyim, uzaq məsafələrə çıxmaq şansı əgər bizim alıcılarda olmursa, bizlərdə var bu şans. Biz avtomobilləri test edirik, yoxlayırıq və bir daha vurğulayım ki, bu avtomobilləri biz uzaq məsafələrə sürmüşük. Yəqin ki, bizim səhifəni izləyənlər, bizim verilişi izləyənlər bilirlər ki, biz sonuncu dəfə biz Lerki getmişdik. Ondan qabaqki səfərimiz Qarabağa idi. Biz 22 saat dayanmadan bu avtomobillərlə yol sürdük. Qarabağı qarış-qarış gəzdik və qayıtdıq dala. İnandırım sizi ki, nə avtomobildə bir problem oldu. Çoxları deyirlər ki, Çin avtomobilidir, Çin avtomobilində problemlər yaşanır. Əslində elə bir problemlərlə üzləşmədik, heç yaşanmadıq da. Çünki biz satışdan öncə də, yəni öz müştərilərimizə, gələn alıcılara da belə bildirik ki, bizim test drive'ımız var. Biz ona görə çox rahatıq ki, test drive məsələsinə görə. Yəni, hər digər rəqiblərdə də var təbii ki, biz rahatçılıqla həm icmala da veririk avtomobillərimizi, həm test drive'a da veririk müştərilərə ki, gəlin, baxın, sürün. Çünki sürmədən bir əşyaya toxunmadan onu bilə bilmərik ki, bu necədir. Ona görə də avtomobili toxunmalıdır və xanımlar daha çox belə edirlər ki, ay baxım gör maşının içi necədir, salon necədir, bu necə olacaq və əsasən indiki bir trendə görə o alandan sonra upakovka eləməyi avtomobilin, yəni sökməsi falan bu xanımlar üçün daha bir zevq verir ki, mən bunu özüm açacağım, özüm sökəcəm, 0 kilometrdir. Ona görə yəni bu yöndən də yanaşma daha doğrudur. Yaxşı, bax indi qarşımıza bir avtomobil özünü saldı. Təbii ki, dönmə işığını yandırsa belə biz bunu verilişdə də deyirik. Dönmə işığı yandırmaq əzizim o demək deyil ki, sən həmən zolağa girməlisən. Sadəcə olaraq dönmə işığını yandırmalısan. Ən azından dönəcəyin məsafəyə 150 metr məsafə qalmış. Təbii ki, sən əgər yanacaq dolma məntəqəsinə girirsənsə və qarşımızda manevr edirsənsə, bunu bir daha vurğulayıram. Öncədən yandırmalısınız və sükan arxasında xanımdır bizdə hal-hazırda və bir xanım fikri. Sevinç xanım, bir xanım sürücü olaraq yol hərəkəti qaydalarına əməl etməyən sürücülər barədə necə fikirləşir? Məndən belə deyim, mənə avtomobil sürməyi papam öyrətdi. Mənim papamın bütün kateqoriyalar üzrə avtomobil sürmə icazəsi olub. Anam belə 70-ci ildən ilk qadın sürücülük vəsiqəsi alanlardan olub o vaxt üçün. Yəni çox qadın, az qadınlarda olub. Hə. Yəni avtomobil də o vaxtı lotereyada falan udurdular. Anamın da o vaxtdan maşın udmuşlar və bunu papam öyrətmişdi və sürücülük vəsiqəsi almışlar. Və papam da bütün qaydaları uşaqlıqdan papamın böyründə gedə-gedə belə deyim də nişanları öyrədib mənə. Mən artıq avtomobili alanda nişanları bilirdim. Və sürücülük vəsiqəsini də alanda nişanları əzbərinə bilirdim. Avtomobili alanda da artıq yola çıxanda bilirdim. Çünki o nişanları bilmək yəni çətin bir şey deyil. Yolda özünüzü heç vaxt yad hiss eləməmisiniz? Təbii ki, yox, yad hiss eləməmişəm. Yəni belə deyim də, nişanları hər birimiz əzbərləməliyik. Çünki o hər anda yerdə də ola bilir, yuxarıda da, aşağıda da. Yəni hər yerdə gözümüz o dörd tərəfli açıq olmalıdır ki, bilək hardan nə cürdür, hansı nişan nə zaman qarşımıza çıxar. Amma bəzi sürücülər var ki, o nişanları heç
heç əməl eləmirlər. Elə necə gəldi sürürlər. Bu da çox pis bir şeydir. Çünki yol gedirik, Allah uzaq etsin. Nəsə olar, hansısa bir qəza olar, gəl indi onu başa sal ki, yəni sənsən günahkar. Bəzən də heç onu başa sala da bilmirsən. Bir yox, mən bilirəm, amma o da doğru deyil. Yəni, bəziləri əməl etmirlər bu nişanlara, yol qaydalarına. Mən bunu keçən dəfə radioda da bildirmişim ki, Bəli, elədir. Yol nişanlarına əməl eləmirlər, maraqlı deyil bunlara, necə gəldi sürürlər, bir maşın əldə eləyib də necə gəldi avtomobili idarə etmək, həm özünü bədbəxt eləyir, həm ondan da əlavə qarşı tərəfə də bir ziyan vurmuş olur. Düzdür. O çox önəmli bir şeydir. Adam da çıxa bilər qarşısına, hər bir şeydə, yəni avtomobil də o da bir dəmir parçasıdır, ona da niyə ziyan vuraq ki? Təbii, əlbəttə ki. Və mənim özümə maraqlıdır. Sevinç xanım avtomobilin texniki qulluğunun öhdəsindən gələ bilirmi? Hə, belə deyim, mən bir vloqum var, hansı ki, çox az adama çatmışdı, amma bir müddət yəni, paylaşanda çox adama da maraqlı idi. Texniki tərəflərini mən hətta öz avtomobilimi, digər avtomobilimi özüm təmir etmişim. Usta ilə bir yerdə sveçalarını dəyişmişdik şamların. Usta mənə başa salmışdı, özüm açmışdım, özüm baxmışdım. Yağını dəyişə bilirəm, filtrini dəyişə bilirəm, antifrizini özüm dəyişə bilirəm. Avtomobil mühərrikinin yağını dəyişə bilirsiniz? Dəyişə bilirəm, bəli, öyrənmişəm onu. O qədər dayanmışam, yəni təkər dəyişə bilirəm, sonra primiçka eləyə bilirəm. Avtomobil əgər dayanırsa, hə, yəni nəyinəsə baxıb onu biləcəm. bir digər avtomobildən işə sala bilirsiniz? Hə, sala bilirəm. Hətta bir dəfə olmuşdu ki, digər avtomobildə remen qırılmışdı, mühərriyin remeni. Onun belə ustanı çağırmışdım ki, bu remeni qırılıb, bilirəm hardan qırılıb, gəlin bunu düzəldin, yeni remeni taxaq ki, bu getsin də. Çünki zəncirli, zəncirsiz, hamısını özüm öyrənərək bilirəm və avtomobil sektorunda daimi olaraq istəmə səbəbim bu olub ki, mən avtomobili tanıyıram. Yəni avtomobillərə qarşı bir marağım var, niyə də yox. Avtomobili ümumiyyətlə sevmək, avtomobilə bir incəsənət əşya kimi yanaşmaq çox vacib məqamdır. Nəyə görə? Çünki yaşamaq deyirdim, düzdür. Avtomobili sürərək onu yaşamaq da lazımdır. Çünki bir dənə də eləsəydi. Bəli, təbii. Bu cür sürücülərimiz həddən artıq çoxdur yollarda. Mənim özümlə narahat edir. Çünki dəfələrlə ara məsafəsi saxlayın deyirik. Həm çəkilişlərimizdə, həm radio verişlərimizdə bundan artıq bir sürücülərə nəyi məsləhət verə bilmək olar artıq bilmirəm. Nəyə görə? Çünki çəkilişdə deyirsən, sosial şəbəkələrdə bildirirsən, radiolarda, TV verilişlərində bu haqda danışırsan, amma çox təəssüflər olsun ki, bizim sürücülərimiz yenə də nədənsə öz bildikləri kimi sürürlər. Və bu yola çıxarkən çox da fikirləşir ki, bu yol mənim yolumdur. Yəni heç kimin yolu deyil, mənim yolum necə istəyərəm elə də sürərəm. Bu əslində bir qədər səhv yanaşmadır. Və daimi də nəsə bir qəza olanda deyirlər, xanım sürürdü o maşını, amma halbuki xanım sürmədən belə, yəni ön yarğı ilə ancaq xanım bunu edə bilər deyə düşüncələri var. Amma yəni xanım edə bilər də düşüncəsi məsələsi deyil bu. Yəni, təbii, əlbəttə ki. Xanımlar həqiqətən də çox səliqəli sürürlər, çox qəşəng sürürlər, belə deyim. Çox nadirən qəza ola bilər ki, xanım tərəfdən, o da yəni gərək o qədər bir nəsə olsun ki, ya xam olsun yolda, ya yeni maşın almış olsun ki, bilməsin nəyə necədir. Heç avtomobil idarə etməyən adam təbii ki, hər anda da o bəzən də dilləri yeni təzə maşın alırsansa, sıfır maşın alma, balaca al, vurarsan, sonra öyrənərsən. Hə, köhnə maşını al, köhnə almalı, vura-vura öyrənərsən deyilən bir şey yoxdur. Yoxdur təbii ki, niyə mən bunu da vuracam, onu da vuracam. Bəlkə elə onu vurmadım, bunu vurdum. Yəni mən məsəl üçün bundan öncəki maşınımı, öz maşınımdan öncəkindən özüm vurmamışım, digər avtomobil vurmuşam, amma o digərini sonra özüm vurdum. Yəni nə var ki burada da, yəni bu bir şey deyil, yəni adi belə dəydim maşına, çox zərər tutmadı, amma yenə də vura-vura öyrənərsən deyə bir stereotipini çıxartsaq çox yaxşı olar. Yəni bir xanım təzə maşına da layiqdir. Niyə ki getsin köhnə maşın alsın ki, hə vurarsan onu birdən get köhnəni al, sonra onu alarsan. Yəni o stereotiplər biraz daha çox yayılıb bizdə. Onu bilmirəm necə yox eləmək. Onları qırmaq lazımdır. Normalda sevinç üçün bir avtomobil almaq və yaxud da ki hər hansı bir klassik avtomobil sürmək. Yəni söhbət ili köhnə bilən avtomobillərdən gedir də. Səncə sevinç üçün hansı daha maraqlıdır?
Əslində mən retro avtomobilləri də sevirəm. Yəni sürmək mexanika sürə bilmirəm, amma Təbii. Hər ikisi maraqlıdır. Çünki sərgilərə də gedirəm, retro avtomobillərin xoşlayıram. Yeni avtomobillərə də, yəni özümüzdə də yeni avtomobillərdir salonda daimi olan, yəni yeni avtomobillərə də bütün həm rəqibləri, həm özümüzü də analiz edib baxırıq ki, hansı necədir. Yəni hər avtomobilin öz spesifikası var, yəni izüminkası var ki, onun üzərindən gedirik. Yəni hərəsində fərqli-fərqlidir. Salonunuzda olan demək olar ki, bütün avtomobilləri test eləmisiniz. Bəli. Və Bir dənə yeni gələn pikapımızdan başqa. təbii, indi onu da sağlıq olsun test edəcəyik biz. İnşallah. Amma bir nüans var. Sevinç avtomobili dəyişərkən, Aha. bir avtomobildən digər avtomobilə düşərkən, yəni dəyişmək nə dərəcədə sürüşə təsir edir? Yoxsa fərqi yoxdur? Yox, fərqi yoxdur. Yəni avtomobildir. Məsəl üçün mənim özümdə başqa bir modeldir, amma bura gələndən sonra bütün avtomobilləri test edəndə fərqli-fərqlidir. Yəni İPA'yı da test etmişəm, 007-ni, Mage-i də, Huge-u da, Shine Max-ı da, hamısını test etmişəm. Shine G-si də, Comfort'un da, Premium'un da hamısını test etmişəm. Yəni hərəsi özünə görə fərqli-fərqlidir. Yəni ona görə də özüm test etmişəm ki, özümə maraqlı olub ki, hərəsinin fərqli-fərqli nələri var. Və sevinç üçün bir avtomobildən digər avtomobilə düşmək və avtomobili dəyişməyin heç bir fərqi yoxdur. Yox, təbii ki. Heç bir fərqi yoxdur. Avtomobil avtomobildir. Biz hal-hazırda Dongfeng Azərbaycanın qarşısından keçirik. Çəkiliş zamanı hal-hazırda bilirsiniz ki, Dongfeng avtomobilləri çox yaxın bir yerdədir, mərkəzə yaxın bir yerdədir. Babək prospekti ilə gələrkən körpünün altından fırlanırsınız ki, üzü xətaya dönəsiniz, sizin sağınızda qalır. Yəni belə deyim də, küçə ilə desəm çoxları küçəni tanımırlar, amma ünvan olaraq belə bildirdim ki, daha rahat şəkildə ünvana gələ bilərlər. Təbii ki, yaxınlaşıb avtomobilləri test edə bilərsiniz. Testə aid bütün avtomobillər demək olar ki, var. Satışlı olan bütün avtomobillərin test versiyası var. Yeni gələn pick-up'ın hal-hazırda testi yaxın zamanlar gözlənilir. İnşallah. İnşallah bəli, fikirləşirik ki, onu da bir test edək, o barədə bir fikirlərimizi bildirək. Amma növbəti bir çəkilişimizi, səfərimizi bilirsiniz ki, belə bir yarışma elan eləmişdik Sevinç xanım. İstəyirəm belə çəkilişdən istifadə edib onun barədə fikrimizi bildirim. Bilirsiniz ki, bu yaxınlarda bizim bir paylaşımımız olmuşdu. Bizim Dongfeng avtomobilləri ilə hara gedə bilərik, hansı rayona gedirik, hansı rayonu planlaşdırırıq, getmək barədə bir challenge-imiz oldu. Çoxları qoşuldu. 25 minə yaxın insan bizim paylaşımımıza baxdılar və 500-dən çox insan rəy bildirdi, paylaşım elədi, göndərişlər oldu. Çox maraqlı oldu. Azərbaycanın bütün bölgələrinin adını bir-bir yazdılar. Hətta elə izləyicilərimiz var ki, demək olar ki, bütün rayonların adlarını yazırdılar ki, tək hədiyyə qazana bilsinlər. Bizim qarşıda gözlənilən səfərimiz Şəkidir. İnşallah. Sağlıq olsun, komanda şəklində, gördüyünüz komanda şəklində biz Şəkiyə səfər edəcəyik və Şəkinin tarixi abidələri haqqında, Şəkinin gəzməli, görməli yerləri haqqında sizə məlumat verəcəyik və ancaq hansı avtomobillərlə ora gedərik və bunu bir qədər istəyirəm ki, sürpriz olaraq saxlayaq. Nəyə görə? Çünki gedə biləcəyimiz avtomobillər hansılar olacaq, ona aid də bir ayrıca yarışma edəcəm. Söhbət mənim sırf öz yarışmamdan gedir və bizim izləyicilərimizə də bu haqda bir məlumat vermək istəyirəm. O ki, qaldı bizim mövzularımıza parklama barədə istəyirəm danışım Sevinç xanım. Bir xanım sürünsün. Bir xanım sürünsün. Ağlada parklamanı öyrətmişdi. Parklamanı sərbəst şəkildə edə bilirsiniz. Bəli. Amma nədənsə xanımlar üçün parklanma etmək çox çətindir. Yəni çox qloballaşdırıblar. Avtomobil də alanda yəni son dövrlərdə olan bir yanaşmanı demək istəyirəm ki, avtomatik parklanma varmı? Alarkən onu soruşurlar. Ən çox yəni xanımların verdiyi suallardan biridir ki, yeni alacağım avtomobildə avtomatik parklanma varmı? Mən şimdi onun tərəfdarı deyiləm. Yəni bu texniki bir şeydir. Bu necə bir tamam eləyə bilər. Yəni çox gözəl parklamanı etdi. Amma yenə bu mexaniki bir quruluşdur da, texnikadır bu. Allah olsa etsin. Özü park etdiyi yerdə nəyisə dəydi, kiməsə dəydi. Yəni yenə də mən həmişə onun
yəni biraz mənim üçün belə deyim də, nə qədər texnika tərəfində olsam, müasirlik və s. amma mənim qorxduğum yerdir ki, yəni birdən də olmadı, belə oldu, belə də bilmək olmur axır durumu necə ola bilər. O barədə yəni biraz həssasam, amma mənim papam ağladı, mənə parkovka etməyi öyrədib, parklamanı. O 50 dəfə bir yerə salıb çıxartıb, axırı mənə onu öyrədib. Yəni həmişə də onun tərəfdarıyam ki, xanımlar sürücülük vəsiqəsini almadan öncə də, alandan sonra da, avtomobil alandan sonra da ən azından təlimə getsinlər. Mütləq şəkildə. Çünki üçü də çox önəmlidir. Öncədən nəyə görə? Çünki gedir imtahan verəndə önəmlidir ona. Bəli. İmtahandan sonra gəldim, maşın, avtomobil aldığı müddətdə önəmlidir ona. Daha sonra avtomobili alandan sonra öz avtomobili ilə təlimə getmək çox önəmlidir. Öz avtomobili ilə. Öz avtomobili ilə. Hə, sizin fikrinizcə təlimdə də xanım öyrətmişdi ki, təlimçinin avtomobili ilə yox. öz artıq alandan sonra bütün avtomobili aldı, elədi. 2 dəfə, 3 dəfə öz avtomobili ilə, təlimçi ilə getmək çox önəmlidir. Çünki o ondan daha yaxşı qanunları bilir və daha yaxşı izah eləyə bilər. Ən azından 1-2 təlim edib də yanında təlimçi ilə avtomobilini idarə edəndən sonra əli sükana öyrəşəndən sonra çox yaxşıdır. Bəs Sevinç xanım üçün avtomobil alarkən, avtomobil seçərkən avtomobilin təhlükəsizliyi vacibdir yoxsa dizayna? Təbii ki, təhlükəsizliyi var. Dizayna önəm vermirsiniz o qədər də. Dizayna önəm verirəm. Yəni iç tərəfi mənim üçün tam full olaraq önəmlidir, amma təhlükəsizlik baxımından adi dəmirinə qədər mənə önəmlidir ki, və onun icmallarına belə baxıb maraqlanıram ki, sabah bir şey olduğu müddətdə bunun dəmiri nə qədər möhkəmdir. Bəs və iç komplektasiyası nə qədər onu daşıyır və güclü ola bilir. Ona önəm verirsiniz. Bəli. Sevinç xanım özü uzaq məsafələrlə avtomobilə gedibmi? Yəni uzaq məsafələr çıxmısınızmı? Rayona getmişəm. Özünüz sürmüsünüz avtomobil? Özüm sürürəm avtomobillərimi. Yəni başqa kim sürəcək ki? Yəni rahat da sürürəm. Hətta mən təzə avtomobil alanda anam demişdi ki, mən sən maşınıma minməyəcəm. Minmirəm də. Bir də gördüm ki, özü məndən qabaq maşındadır. Deyir, yox, gedirəm. Sonra papam deyir ki, mən də minmirəm. Sonra papam da oturdu, gördü, deyir, yox, bu sürə bilir. Sürsün, getsin, normal sürə bilir. Yəni, hətta o boyda illərin uzun tır avtomobillərini sürən bir adam bunu dedisə, demək mən o puanımı qazanmışam. Olar. Yollarda olan o tır avtomobilləri dediniz. Təbii ki, o İpək yolunda yanınızdan böyük həcmli yük avtomobilləri keçəndə onların səsi sizi qorxutmur ki? Yox, hətta bir dəfə tır üstümə dırmaşıb, ona görə qorxmuram. O dərəcədə. Artıq bunların hamısının testini keçmişsiniz. Keçmişəm, yəni bir şey olmayıb, çıxmışam altından, yəni yenizdən dayı. Dayı görüb ki, yəni balaca maşınım var, dedim, tamam, balaca maşınım ola bilərdi. O deməmişəm ki, mənlə bərabər gedirik. Bəs, biraz yol hərəkəti qaydalarından da istəyirəm danışım. Sizin fikrinizcə, qadınlar yolda daha çox diqqətçildirlər, yoxsa kişilər? Qadınlar. Çox diqqətçildir. Çox diqqətçidir. Bəzən dodaqlarını desin mənə şey eləyəcəklər, dodağımıza pomada çəkməsək çox diqqətçilik. Amma sükan arxasında onu belə edirsiniz. Bəzən olur da, indi xanım da tələsirik, yedirik, harasa getməli. Yəni işıqforda eləyə bilərik də təbii ki. Amma belə yoxdur. Bu zarafatı yol tərəfindən çox diqqətçilik. Çünki yolu daha çox diqqət edirik ki, siz necə kişilər yolu əzbər bilir və kişi kimi idarə edir yolu, amma xanımlar daha incə yanaşırlar ki, heç bir şey olmasın. Dayanı yendirəm, maşını qoruyurlar göz bəbəkləri kimi, maşına bir şey olmasın deyə. Ona görə çalışırıq ki, daha incə davranaq. Yaxşı, bəs bir xanım sürücü kimi sükan arxasında telefon istifadə edən xanımlara fikriniz necədir? Mən ona çox qarşıyam. O mənim ən yaralı yerimdir, ən sevmədiyim bir şeyimdir. Çünki onu dəfələrlə, hətta qırışdığım belə olub yolda ki, bu telefonu qoy kənara, görək nədir də. Ona görə yəni heç sevmirəm o. Fikirləri yolda qalır. Bu da bizim Dongfeng. Bəli, bu da Dongfeng Azərbaycan. Və fikirləşirəm ki, bir xanım sürücünün sükan arxasında olması çox gözəldir. Bir xanım sürücünün avtomobil idarə edilməsi çox gözəldir. Ancaq xanımlar
o xanımların o stereotipləri ki var, xanımlar haqqında olan stereotiplər ki, xanımlar avtomobil idarə edə bilmirlər, xanımlar ciddi deyirlər, xanımlar sükan arxasında ancaq öz gözəlliyini fikirləşirlər, xanımlar avtomobilin texniki parametrləri və texniki qulluğunu öhdəsindən özləri gələ bilmirlər deyilən bir şey yoxdur və mənim fikrimcə sadəcə olaraq avtomobil sürməyi sevmək lazımdır. Avtomobil haqqında geniş məlumatlı olmaq lazımdır. Ən azından Sevinç xanım kimi. Şərt o deyil ki, avtomobilin bütün texniki parametrlərini əzbər biləsən, amma elementar şeyləri bilmək lazımdır. Və bir xanım da sükan arxasında oturursa, biz sükan arxasında olan sürücünü hansı tipə aid olduğunu bölmürük. Kişi və yaxud qadın fərqi yoxdur. Sürücüsənsə yol hərəkəti iştirakçısan və yol hərəkəti qaydalarına da əməl eləməlisən. Və əsas bir məsələ də var, elə önümüzdən nəqliyyat vasitəsi keçdi, avtobus. Onlar da çox qadınlara bir sıxışmalar yaradırlar ki, qadın olanda sıxışdırmaya çalışırlar, eləyirlər. Bununla rastlaşmısınız? Rastlaşmışam təbii ki, öz maşınımla da, özüm olmadan da, yəni qadınlar çox şikayət eləyirlər. Yəni videoda rəydə yazan xanımlar da bunu bildirə bilər ki, yəni görəcəksiniz də çox belə, siz necə, çox sıxışdıraraq qadınlara, xanımdır da nə maşını sürə bilir deyə fikrindədir. O dərəcədə. O dərəcədə, bəli. Bu da əslində bu söhbətləri tez-tez eşidirik. Sadəcə olaraq sizin də dilinizdən eşitmək və sizin bir xanım olaraq fikrinizi də bilmək çox maraqlıdır. Təbii ki, bu məsələni də yaxın zamanlarda qaldıracağam və bu barədə də danışmağa dəyər. Çünki yol hərəkəti təhlükəsizliyi, yəni xanım və yaxud kişi fərqi yoxdur sükan arxasında kim əyləşib. Təbii ki. Əgər yol iştirakçısıdırsa, sən buna yol verməlisən. Düzdür, biz avtobus sürücülərinin düzgün avtomobili sürməməli, avtobuslarını daha doğrusu sürmədiyi haqqında da danışmışıq. Tez-tez uyğun zolaqlarda sürmədikləri, avtomobili dönərkən belə dönmə işığından istifadə eləmədikləri barədə kifayət qədər də məlumatlıyıq və məlumat da vermişik. Düzdür, ayna da onlar haqqında bir ölçü götürür, onlar cəzalanırlar. Mən onu bildirəm ki, məsəl üçün öz gedib gəldiyim yollardan birində avtobus zolağı var və normal yolumuz var. Belə görür ki, avtobuslar bu zolağa keçir. Yəni bizə bir cərimə tətbiq olunursa, yəni adi sürücülərə, yəni xanımdır, bəydir, yəni bütün avtomobillərə bir cərimə tətbiq olunursa, o da mənim yoluma keçirsə, demək ona da bir cərimə tətbiq olunmalıdır. Çünki belə deyim də, sənə yol verilibsə, dövlət bir yol çizibsə, demək o yolu keçməməlisən. Necə biz sən yolla keçmiriksə, bir az məbləğdə deyil, böyük bir məbləğdə bir cərimə yazılırsa, demək sən də mənim yoluma keçirsə, sənə də avtomatik cərimə yazılmalıdır ki, niyə də bunu eləyirsən? Əslində, onu bir-iki eləsələr, bir-iki dəfə onlara cərimə yazılsa, bəlkə onlar da onu etməzlər artıq. Əslində biz bu barədə sual vermişik rəsmilərə və mənim özümə də maraqlı gəldi ki, nəyə görə avtobus sürücülərinə cərimə yazılmır? Sadəcə olaraq mənə də bildirdilər ki, avtobus sürücüləri ictimai nəqliyyat olduğundan yoldakı tıxacın və ünvana çatmağın tezliyindən onlar bizim zolağa çıxa bilərlər. Amma manevr etməklə, yəni belə deyim, bizim zolaqla uzun bir məsafəni gedə bilməz. Gedə bilməz. Sadəcə olaraq, misal üçün, onun zolağında avtobus saxlayıbsa və bu, belə deyim, dayanacaqdan çıxıb öz zolağına keçməlidirsə, bəli, zolaqdan istifadə edə bilər. Amma davamlı sürətdə bizim zolaqdan da istifadə edə bilməz. Amma onlara cərimə tətbiq olunmayıb. Hər hansı bir məhdudlaşdırma ola bilərmi? Onlara bir xəbərdarlıq ola bilərmi? Mən yəqin ki, yaxın zamanlarda verilişimizdə də aynanın rəsmisinə bu barədə sual verəcəm və ümid edirəm ki, məncə də yaxşı olar. Sevinç xanım, minnətdaram. Vaxt tapdınız, gəldiniz. Bu istirahət günündə bizə vaxt ayırdınız. Maraqlı bir gəzintimiz, səfərimiz oldu. Bakının küçələrində, Mej modelində səfər etdik və bir daha vurğulamaq istəyirəm ki, çəkilişimizin sponsoru, texniki dəstəyi Dongfeng Azərbaycandır. Dongfeng Azərbaycana bu çəkilişi ərsəyə gətirdiyimə görə bir daha minnətdarlığımı bildirirəm. Yaxın zamanlarda yenə də çəkilişimiz olacaq, amma növbəti hansı məşhur bizim avtomobilimizdə sürücü kimi oturacaq, onu yaxın zamanlarda biləcəksiniz. Özünüzdən müğayət olun, çalışın, yol hərəkəti qaydalarını pozmayın ki, cərimələnməyəsiniz. Və bizim salona gələrək avtomobil əldə etsinlər. Bəli, gəlin Dongfeng Azərbaycana çox sərfəli şərtlərlə Mage Huge, Mage EV, yəni elektrik versiyanı olan avtomobilimiz var və eyni zamanda Shine Max modeli də var, onu da əldə edə bilərlər. Shine GS, Shine Max'dır, Pick-up'dır. Pick-up, bəli, salonda görə bilərsiniz. Çox möhtəşəm bir modeldir. Bu yaxın zamanlarda yəqin ki, salondan bir
icmal videosu hazırlayacağım bu barədə. Heç kəs o avtomobili hələ ki görməyib. Kiçik bir çəkintilərim, kiçik bir paylaşımlarım olacaq avtomobil barədə, amma geniş icmalı yaxın zamanlarda hamılıqla bir yerdə edəcəyik. Bütün test drive'lərdə də yazıla bilərlər. Qısa nömrəmiz var, onu zəng edərək, yəni test drive'lərdə də qoşula bilərlər. 8999 nömrəmizlə əlaqə saxlayıb icmallarına da gəlib baxa bilərlər, videolarını da izləyə bilərlər, test drive'lərini də yazıla bilərlər. Bu qədər. Açığıq hər şeyə. Bəli. Gəlin, götürün, bəyənin, alın və avtomobildən zövq alın. Növbəti səfərlərdə görüşənədək. Sağ olun. Əli Ağayev təqdim edir.